Hamıya salam. Təmasda olan analitik icma güruh Markets. Şirkət haqqında ümumi məlumatlarla başlayırıq. Biraz daha hər bir parametri daha ətraflı nəzərdən keçirəcəyik. Lazım gələrsə onu dayandıra bilərsiniz. Sizi tədqiq olunan şirkətin bütün parametrlərini diqqətlə nəzərdən keçirməyə dəvət edirik. Şirkətin cari fəaliyyətini nəzərdən keçirəcəyik. PayPal Holdings Inc. ticker PYPL. Bu baxış o vaxt ki cari məlumata əsaslanır. 27 mart 2025-ci il. Təsnifatına görə güruh Markets şirkət PayPal Holdings Inc. alt kateqoriyaya aiddir. Payments təhlildə 62 təşkilat iştirak edir ki, bu da çox təmsil edir. Bu videonun sonunda sifarişlər cədvəlini görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan 5,5 bal. Alt kateqoriya üzrə orta qiymət 0,9 bal. Çox geniş baxsanız, məcmu olaraq bütün ABŞ bazarında. Gəlin görək, bütövlükdə ABŞ fond bazarı üçün orta nəticə 1,9 baldır. Şirkət üçün 5,5 bala qarşı PayPal Holdings Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətinin müqayisəsi PayPal Holdings Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görə bilərik. PayPal Holdings Inc. 8%lik dinamika göstərdi. 16,9% alt kateqoriyası üzrə qiymət dinamikasına qarşı. Bu açıq-aydın heç nəyə işarə etmir, lakin biz bu faktı nəzərə almalıyıq. Korporasiyanın bazar kapitallaşması PayPal Holdings Inc. 69,23 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın kapitallaşması isə 1835 milyard dollardır. PayPal Holdings Inc. 3,772% paya malikdir və alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 20,36 milyard dollar həcmində qiymətləndirilir. 212 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə PayPal Holdings Inc. 9,622% pay təşkil edir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay PayPal Holdings Inc. Alt kateqoriyada fond bazarının kapitallaşması qiymətləndirildikdə 3,772% təşkil edir. Balans dəyəri 9,622% təşkil edir. Bu, mübadilə dəyərinin payından 155% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı, 1 bal. Təhlil edilən təşkilatın borc öhdəlikləri 11,81 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının %58-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə nəticə dözümlü 0 bal. Şirkətin bazar dəyərinin mənfəətinə balansı 16,7-dir. Alt kateqoriya üzrə orta göstərici 29,8-dir və bu alt kateqoriya üzrə orta göstəricidən 44% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi yaxşı, 1 bal. Son 12 ayda mənfəət 4,148 milyon dollar olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin 5,221 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 25,9% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə təxmin edilən gələcək mənfəətin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2,2-dir. Alt kateqoriya üzrə orta göstərici 6,2-dir ki, bu da alt kateqoriyadan 65% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin səhmlərinin qiymətinin gəlir göstəricilərinə qiymətləndirilməsi yaxşı, 1 bal. Son 12 ayda gəlir 31,790 milyon dollar olub.
Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq 40,20 milyon dollar olacağı gözlənilir. Və bu, indiki vaxtdan 26% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə təxmin edilən gələcək satış həcmlərinin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Marja 13,1%, alt kateqoriya üzrə orta hesabla 20,6% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 7,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi dözümlü 0 bal. Alt kateqoriyalar üzrə işçilərin sayına görə şirkətin payı 5,256% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 39% çoxdur. Və bu fakt şirkətin səhm qiymətində balanssızlığı göstərir. PayPal Holdings, Inc. yəqin ki qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği 2.837 min dollardır. Və alt kateqoriya üçün 3.953 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın fəaliyyəti arasında fərq 28,2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının həcminin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Fərdi işçiyə düşən mənfəətin həcmi 170 min dollardır. Alt kateqoriyada orta göstərici ilə 132,5 min dollar. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 28% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri 1,303 min dollardır. Alt kateqoriyada 642 min dollar var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 103% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin payının qiymətləndirilməsi yaxşı, 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 3,3%, alt kateqoriya üzrə orta hesabla 1,8% təşkil edib. Bu qısa sıxılma göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %43 səviyyəsini göstərir. PayPal Holdings, Inc. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14,51%dir. Alt kateqoriyadakı səhmlər orta hesabla şirkətin səhmlərindən daha yüksəkdir. PayPal Holdings, Inc. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən 69,96 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən 94,28 dollardır. Faktiki təxmin və konsensus proqnozunun dinamikası təxminən 35%dir. Mövcud olan sifariş cədvəlinə keçək, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində yardım sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilən bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Qiymətli kağızların təhlili əsasında PayPal Holdings, Inc. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Sifariş açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün çox sağ olun. Guru Markets. Siz hamınız həqiqətən bütün planetin ən yaxşı tamaşaçısınız.